Somali, dünyanın ən kasıb ölkələrindən biridir. Orada hökm sürən yoxsulluq Allaha and olsun ki, ürəklərimizi paramparça edir. Məsələn, bu gördüyünüz evin ölçüləri 4-ün 6-yadır. Axı belə bir kiçik evdə 12 nəfər necə yaşaya bilər? Yağışlar dayansa əgər quraqlıq və ölüm halları çoxalacaq. Yox, əgər dayanmasa evlərini su basacaq və evsiz qalacaqlar. Bu insanların sıxıntıları bununla da bitmir. Bu insanın hər hansı bir nəqliyyat vasitəsi də yoxdur. Bəzən bir iş üçün 24 saat yol qət etmək məcburiyyətində qalır. Özü də piyada. Amma qardaşlar, bütün bunlar bizim kənardan baxdıqda gördüklərimizdir. Bir soruşaq görək özü öz həyatı barədə nə deyir? O deyir ki, mən %100% əminəm ki, bu dünyada məndən daha xoşbəxt yaşayan heç bir kəs yoxdur. Allahu Əkbər. Bu heç də təəccüblü deyil. Çünki Rəsulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, insanın zənginliyi heç də onun varında dövlətində deyil, insanın zənginliyi onun ürəyindədir. Subhanallah, o adam düşünür ki, bu dünyada ondan daha xoşbəxt yaşayan heç kəs yoxdur. Bizə isə bu durum təəccüblü gəlir. Subhanallah, hətta biz düşünürdük ki, bütün Somalidə bu cür yaşayan tək ailə budur. Amma yox, başqa bir ailə daha gördük. Və bu səfər gördüyümüz ev əvvəlkindən daha kiçikdir. Və 13 nəfər yaşayır bu evdə. Bəli, 13 nəfər. Sizcə bu ev nədən tikilib, qardaşlar? Xeyr, yonulma kubikdən deyil, köhnə konserv qutularından. Siz indi yəqin düşünürsünüz ki, onlar burada 1 il, 2 il yaşayırlar, vəziyyətləri düzələnə qədər, müvəqqəti yaşayış yeri kimi. Xeyr, bu heç də belə deyil. Onlar burada artıq 10 ildir ki, yaşayırlar. Hələ Allah bilir ki, bundan sonra da neçə il yaşayacaqlar. Mən indi içərdə idim. Allaha and olsun ki, 5 dəqiqə belə bu evdə səbr etmək çətindir. Hələ 10 il yaşamağı təsəvvür edə bilmirəm. Nigeriyada da buna bənzər bir ev görmüşdüm. Karton qutulardan, polietilen paketlərdən tikilmiş bir ev. Və onlar bu cür evlərdə bir ömür yaşayırlar. Muhammed Mustafa sallallahu aleyhi və səlləm buyurmuşdur ki, o kimsə ki, gecədən səhərə sağ və salamat çıxıbsa, özü və ailəsi təhlükədə deyilsə və həmin günə yetəcək qədər qida və suyu varsa, demək olar ki, həmin adam bütün dünyanın var dövlətinə sahibdir. Əziz bacı və qardaşlarım, bəs bizlər Allah Sübhane və Teala'nın bizə vermiş olduğu saysız hesabsız nemətləri görüb də haqqı ilə anlayırıqmı? Allaha haqqı ilə şükr edib ibadət edirikmi? Subhanallah! Ey Rəbbimiz, şükürsüzlükdən və nankorluqdan sənə sığınırıq. Sənə layiqincə ibadət edə bilməyi bizlərə nəsib eylə. Ey Rəbbimiz, bizə verdiyin nemətlər üçün, verdiyin hər zərrə üçün sənə sonsuz şükürlər olsun. Yaratdıqlarının nəfəsi sayqədəri ilə sənə hamdü sənalar olsun. Əziz bacı və qardaşlarım, kanala dəstək olmaq üçün və kanalda mövcud olan bunun kimi bir çox faydalı bilgilərin daha çox insana çatması üçün kanala abunə olmağı və videoları bəyənib paylaşmağı unutmayın. Mission Dava Az kanalına irad və təkliflərinizi şərh bölməsində bildirə bilərsiniz. Cəzakallahu xeyran. Barakallahu fikum.